Şuşanın taleyinə qara hərflərlə yazılan bir gün var. 8 may 1992-ci il. Bu təqvim Azərbaycan tarixinə vurulan bir damğa kimi 30 ilə yaxın ürəyimizi sızlatdı. Həsrət içində Şuşa tərəfə boylandıq. Dumanlı dağlarını uzaqdan seyr etdik. Xarı bülbülünə yaxınlaşa bilmədik. Cıdır düzündə gəzintiyə çıxmadıq. Şuşa da bizsiz soldu, saraldı. Beləliklə Şuşa əsarətdə qaldı. Əsirlikdə can verdi. Amma indi 8 mayı tarixi işğal günü kimi yox, sadəcə tarix kimi xatırlayırıq. Həmin dövrdə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdi. Uzun sürən artilleriya atəşindən sonra şəhər işğal olundu. Şuşa Azərbaycanın Qarabağda malik olduğu ən mühüm hərbi məntəqəsi idi. Onun itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsilə Qarabağın Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı. Şuşanın işğalı nəticəsində qətlə yetirilənlər, yaralananlar, əsir və girov götürülənlər oldu. Sakinlər doğma yuvasından didərgin düşdü. Ermənilər Qarabağ xanlığının paytaxtı olan Şuşada Azərbaycanlıların tarixi izlərini silmək məqsədi ilə 600-ə yaxın memarlıq abidəsini dağıtdılar. Bəs Şuşanın işğalına səbəb olan amillər nə idi? Şuşanın işğal edilməsi əslində bütün Qarabağa nəzarətin itirilməsi demək olur. Ermənilər bu əməliyyatı dağlarda toy əməliyyatı adlandırmışdılar. Azərbaycanın bu gözəl şəhəri və digər əraziləri ona görə işğal olundu ki, ölkədə xaos, anarxiya idi, dövlət hakimiyyəti zəif idi, hakimiyyətin qanadları arasında ziddiyyətlər var idi, xalq ilə hakimiyyət arasında uçurum mövcud idi. Və ermənilərin Şuşanı işğal etməsi ilə digər ərazilərin, Laçın, Kəlbəcər və digərlərinin də işğalı üçün bir zəmin hazırladı. Ermənilər bunu toy bayram kimi qeyd etməyə başladılar. Sözsüz ki, bütün bunlar Şuşanın yaşadığı ağrılı tarix idi. Yaşananlar unudulmur. Qisas qiyamətə qalmamalıydı. Şuşa 28 ildən sonra Azərbaycana qayıtdı. 2020-ci il sentyabrın 27-sində başlanan 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandanın siyasəti, rəşadətli Azərbaycan ordusunun gücü ilə Şuşa azad edildi. İşğal tarixi olan 8 may, azadlıq tarixi 8 noyabrdan əvəzləndi. Biz qələbə qazandıq. Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydi. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Qarabağın mirvarisi olan Şuşa strateji baxımından xüsusi əhəmiyyətə malikdir. Elə ona görə də azadlıq asan başa gəlmədi. Qazanılan zəfər Şuşanın taleyində hərbi baxımından həll edici rol oynadı. Bugün şəhərin xüsusi döyüş taktikası ilə azad edilməsi hərbi dərsliklərə salına biləcək uğurlu əməliyyat hesab olunur. Noyabr ayında bayrağımız Cənab Prezidentimiz İlham Əliyev tərəfindən Şuşada qaldırıldı. Və bu bayrağın qaldırılması sadəcə bir bayrağın qaldırılması demək deyildi. Şuşa kimdədirsə, bütün Qarabağda ondadır. Və Cənab Prezidentimiz orada etdiyi möhtəşəm nitqi ilə və ondan əvvəl millətə verdiyi bu müjdə ilə bütün dünyadakı Azərbaycanlılara böyük sevinç hissi yaşatdı. Bəli, artıq Şuşa azaddır və şəhərə yeni həyat qayıdıb. Daha vətəndə vətən həsrəti, Şuşa niskili yoxdur. İndi Şuşa həm Azərbaycanın, həm Türk, həm də İslam dünyasının mədəniyyət mərkəzidir. Ötənlərin kədərini bugünün sevinci və sabahın qüruru əvəzlədi. İndi biz Azərbaycanın dilbər güşəsi, Qarabağ xanlığının tarix paytaxtına sahib çıxaraq onu qoruyuruq.